Salam yoldaşlar, hər bir salamlayıram. Bugünkü mövzumuzda əsasən mövzu etibarımız konfirm və secret olacaq. Amma ondan əvvəl qısa biz bəzi teoremlər haqqında bilməyimiz daha məsləhətdir. Biz Docker dərsində, xüsusən Docker fayl dərsində Enterpoint və CMD haqqında danışmışdıq. Demişdik ki, Enterpoint konkret komandları əlavə edir. CMD isə artıq onun üzərinə dəyişənləri əlavə edir. Misal Enterpoint silib isə CMD 306 və ya 36 istənilən bir dəyəri təyin edir. Biz konteyner yaradanda istənilən bir dəyər atanda CMD-ni override edirdik və Enterpoint yazanda isə Enterpoint-i də override edə bilirdik. Eyni ilə bu teoremlər Docker faylda olduğu kimi Kubernetes mövzusunda da var. Kubernetes biraz fərqli teoremlərdir. Enterpoint komand yoldaşlar, CMD-lər arqumentdir. Komand hissəsindən biz praktik dərəcədən bir xeyli işləmişik. Oradakı hər hansı bir dəyər konkret Enterpoint üzərinə götürülür. CMD isə arqument üzərindəndir. Arqumentlər ola bilər. Biz misal shell üzərindən istifadə edib bunu komand kimi dəyər kimi götürüb. Artıq arqument hissəsində isə istifadə olunan komandı götürə bilərik və ya silib üzərindən komandı götürüb yenə eyni ilə də arqument hissəsindən onun üzərindən dəyər vaxt sıxılacaqsa ayarlarını məsələn 3630-40 fərqi yoxdur. İstənilən bir ayarı götürə bilərik. İndi bunlardan bir dənə qısa göstəreyim. Çox şey deməyim. Məsələn mən burada yazsam run deməli biz konkret bunun üzərindən yazsaq. Run yazsaq. Adlı bir dənə kod yaratsam. Gəlsəm buradan image bərabərdir nginx yazsam. Directory command yazsam. Ondan sonra da buradan istənilən bir dəyər yazsam. Misal silib 30 və silib 10 yazsam. Bu işləsə sil get pod yazsam. O saniyə işləyəcək o konteyner dayanacaq. Hal-hazırda running bir dənə də bot çəkəcək. İzləyirik. Buradan okey komplet oldu, bitti. Yəni buradan konkret arqument və komand üzərindən burada da dəyişiklik edə bilərik. Komandı dəyişdirmək üçün tire komand yazırıq və ya hər hansı bir komandı icra eləmək istəyirsə arqument kimi tire həmin komandı yazmamız kifayətdir ki, arqument override olsun yoldaşlar. Bu isə çox belə dərin getməyəcəyim, çox da ehtiyac yoxdur. Gələk indi əsas mövzumuzdan danışmaq. Mövzumuz bugün əsas lazımlı mövzu config mapdir. Config map nədir yoldaşlar? Bunu göstərmək üçün məncə şəklini çəksəm daha yaxşıdır. Gəlsəm buradan bir dənə cluster çəksəm və bu cluster içində belə bir şey desəm 1, 2, 3, 4 və buradan bir dənə config map yazsam. Buraya yazsam. Bunlar yoldaşlar fərqli kod da ola bilər deployment. Sadəcə bizə burada environment lazımdır. Misal burada hər birində A dəyişəni olsa. Okey. Bu A dəyişənlərin hər birin variable olaraq gəlib config map'a bağlasam. Və mən gəlsəm buradan misal yazılı olaraq A bərabər B yazsam. Burada hər birində A bərabərdir 5 variable, B variable olacaq. Və ya A bərabərdir, misal port olsun. A bərabərdir, A olmaz port olar. Misal A-nı port kimi görsün. Port bərabərdir 80-80-dir. Misal 80 portudur, okey. Hamısında mesela HTTP istifadə olunur. Mən bunları dəyişsəm, 443 eləsəm. Hər birində bir girib dəyişmə əvəzinə artıq bunların da hər birində bu port dəyişkəni dəyişib 443 olacaq. Fərqi yoxdur. Port olmaz, istənilən bir variable dəyişkən olar. Bir dəyişkən olar. Bunlar config map'in orası yaxşıdır ki, bir mərkəzdən idarə edir. Hamısından dəyişənlərlə istifadə olunur. İndi bunların müxtəlif metodları var. O metodlardan danışmıram. Sadəcə qısa olaraq bundan danışayım. Port strukturunda gördüm ki, port yox, konkret bir variable üzərindən eləyə bilərik. O belə deyilə bilərik ki, bir config map'a bir neçə pod bağlandığı kimi, eyni də bir neçə
config map'də bir pod bağlana bilir. Yəni gəlsən burada da bir dənə olsa, burada da bir dənə config map olsa, gəlsəm eyni ilə bu pod həm bura bağlana bilər, həm bura bağlanıb dəyişkənləri götürə bilər. İndi seçili dəyişkənləri ayrı hissələrə bölmək üçün müxtəlif konfigürlərdən yaradıb istifadə edə bilərik. Amma eyni ilə dedik ki, bir konfigür bir neçə poda bağlı ola bilər və bir podda bir neçə konfigürə bağlı ola bilər. Məncə bu hissəni başa düşdük. Gələk indi buradan hissələrdən danışaq. Biz config map strukturuna baxanda müxtəlif istifadə edilə bilər. Misal, environment variable istifadə edilə bilərik ki, buradan konteyner hissəsində image strukturunun yanında bir dənə environment atarıq ki, environmentları götürsün və eyni ilə bir neçə, misal bu key fərqli yerdən götürsün, bu value, bu key'nin value başqa yerdə götürsün. Bir neçə fərqli strukturundan istifadə edə bilərik. Volume kimi istifadə edə bilərik. Volume kimi üstünlüyü nədir yoldaşlar? Volume misal hazır Zabbix'in olsun, Prometheus olsun, fərqli misal database'in özünün olsun, hazır içində dəyişənləri var. Onu volume kimi göstərib, gəlib birbaşa poda konkret mount eləyə bilərik ki, gəlsin artıq bu config map'i mount kimi görsün və bütün dəyişənlər taxson notda dərhal işləyəcək. Bir də komand və arqument var. Komand və arqumentda isə misal hansı komandlar işləyəcəyini təyin etmək üçün bir dənə hazır komandı buna götürüb bağlayırıq. Ola bilər fayl kimi, ola bilər arqument kimi, fərqi yox. Gəlib artıq buradan həmin volume from hissəsində, command hissəsinin altında bunu yazsaq, script kimi gəlib burada işləyəcək. Və mərkəzi config map'də onu dəyişəndə gəlib bütün podlarda həmin hesab işləyəcək və konfigurasiya olunacaq. Hələ ki nəzəri hissəsində danışıram, indi praktikasını göstərəcəm. Gəldik buradan yoldaşlar biz nə? Get komanddan necə yarada bilərik? Config map'ı. Mən buradan nəzərə alaq ki, çox yaxşı Kubernete'in help komandı var. Yəni istənilən buradan Kubernetes create config map yazsam, help yazsam, mənə nə lazımdır buradan konkret çıxardacaq, nəyə necə yazmaq olar, nə tər eləmək. Amma biz əlimiz vərdiş olsa da bunlara ehtiyac olmaz. Gəlirəm ki, amma istənilən bir şey yaddan çıxarsa, gəlib dərhal oradan oxuyub və məlumatı tapa bilərik. Nəinki gedib Kubernetes-dən tapaq. Buradan config map yaradıram. Misal, mən konkret dəyişkənlər üzərindən hesabda saxlamasıyımsa və bizə konkret burada bir dənə exam verib. Bunu götürə bilərik. Amma gəl özümüz yazaq. Deyirəm ki, kubestr config map directory adım mediadan yazaq. Misal deyək ki, config 1, okey. Config map 1 yazaq, okey. Burada directory from directory bərabərdir yazsam. Misal bir dəyişən yazaq. db altdan xətt IP yazsam. Bu da bərabərdir yazım ki 192.168.10.43 okey. Ondan sonra directory from tree. Burada da yazsam db altdan xətt IP yazsam okey. Bərabərdir yazıram buradan. Deyirəm ki 80-80 portu. Bunu yarattım. Ne deyir buradan? Bir rəqəm yaranmazsan deyir. Hal-hazırda bir var. Deyir. İki dənə dəyər eyni atmışam, ona görə deyir. Burada IP yazmadan port yazmalıydım. Bunu yazmamışam, ona görə bilir. Config map 1 yazaq. Deyir. Karakterdən istifadə edəməzsən. Heç nə yazaq. Conf yazaq. Bəsli. Kubestr get config map yazsam. Gəlib burada çoxlu yerlər var. Bunları silə də bilərək. Kubestr delete config map directory all directory force sil get config map. Okay. Buradan gəlsəm yenidən yaratsam bunu yoldaşlar. Create olduq. Sil get config map yazsam. Bu config map'in yarandığını görürəm. Və mən bu dəyişənləri müxtəlif üsullarla gəlib
koda, deploymentə fərqi yoxdur. Mount edə bilərəm. Gəl o metodlardan danışaq. Burada ilk olaraq yoldaşlar environment variable'larından dedik ki, biz hazır config map'imiz var. Sadəcə mən buradan gəlsəm bunu götürsəm, geçsəm bura bin bir nöqtə yamı yazsam varsayalım. Maşallah her şey var, hiç ne yoktu. Buradan bizdə conf iddə səhv eləmirəmsə bizim konteynerimiz var, okey. Gəlib buradan dəyişən app name dəyişəni sileyim. Misal burada yazım ki IP buradan elə random kimi bu app port yazım. Deyirəm ki app config hansı config map'dən istifadə elə. Config'de səhv eləmirəmsə conf'dan istifadə et və hansı dəyərin gəl IP portun qabağına yaz. IP altdan xətt portun qabağında keyinin qabağındakı value-nu bu IP port dəyişənə əlavə et. Bu altdakı sətri sileyim. Buna ehtiyac yoxdur. Tək bir dənə dəyişən üzərində göstərsəm kifayətdir. Config, okey. Mən buradan istəyir create bir nöqtə sum delete. Bak güzel bir şey yoldaşlar. Bak şimdi bu var ki da hani ben bunu silip tezden yazmam. O zaman böyle yazabilirim ben buradan. Copy replace tiri force yazsam bunu siləcəkdir. Üzerine de əlavə edəcək. Tire f yazıram. Bir nöqtə yamı. Onu sildi ve yenisini de dərhal yaradacaq. Yaratdık. Get pod yazsam. Nginx poddadır. Onu yaranmağını gözləyə conf create container config error yazdı görək. Biz bu YAML üzerine neyi səhv eləmişdik? Nginx latest IP port dedim ki config-dan üzerinden conf üzerinden IP port dəyişəni istifadə olunsun. Adı nədir ki bizdə get config map yazan conf dəyişəni var. Və buradan mən yazsam stil üst komanda getsəm hansı variable'ları əlavə eləmişdim. DB portu eləmişəm. Ona görə orada olmuyor. Vim buradan yazdım. Sadəcə IP portu gəlib buradan şey olaraq DB port yazsam. DB altına port yazsam. Okey. Dire force f bir nöqtə yaml sinsin yerisini yaratsam. Okey. Stil get put dire volt yazsam. Creating olur gözləyək. Container error config error niye error verdi ki? Bir dənə baxsam. Vim bir nöqtə yaml yazsam. Gəlsəm buradan demişəm ki IP port dəyişəninə əlavə elə nəyi? Conf'dan DB portu DB port değil miydi? Ki buradan qalsın burada baxaq. Değil. Get config map yazaq. Okay. Edit config map conf yazaq. Buradan DB port olduğunu yerə 80-80'i config map 2 referans conf'tu adı. Okay, conf'tu. DB port değil mi? DB alttan xətt port. Burada elə bir iki dənə var. İki dənə varmış. Gəlsəm yeni bir dənə request eləsəm. Tezdən yarandığına bir dənə baxay bunun. Post yazsam container creating yine config error verdi. Niye bu error verdi ki?
TV port 8080. Tekrar ben burada ne yazmışım? Okey, gelsem buradan IP port, TV port. Bunu değişmiyor mu? Okey, değil, jackpot, jackpot. Running olduğunu gördüğüm yoldaşlar. Gelsem bu variable'da tapmaq istəyirəm. Copy, exit, direkt texnik terminal. Kodun adı nədir yoldaşlar? Nginx, code. Ondan sonra environment yazsam. Environmentləri axtar. Hansı environmentləri axtar? Bir dənə buna slash atsam. Desəm ki, grep belə. Hansı environmentin dəyişkəni göstər. Deyirəm ki, db, altdan axar. Port dəyişkəni için göstər. Və girəcək bunun içinə heç nə tapa bilməyəcək. Niyə tapa bilməyəcək? Gözlə bir dəqiqə. Niyə tapa bilmədim? TV port değil miydi? Getiri yatsaq. Belə bir şey yox. Gəl full variable'lara baxaq. Hostname, Nginx, IP port. Ha, IP port şey əlavə eləmişdim. Okey, gəlsəm buradan şey yazsaydım. Mən şeyini səhv saldım. Elə bilmişlər DV port yazmışam. Buradan IP altdan xətt port yazsaydım yoldaşlar. Gəlib həmin dəyişənin mənə 8080 olduğunu görəcəm ki, yazdığım dəyişəni bunun üzərindən tapmaq üçün həqiqətən əlavə olunub olunmayıb bunun üzərindən istifadə edə bilərdim. Bu belədir yoldaşlar. Gələk indi slide üzərindən davam edək. Bu environment variable'dır. Birə-bir əlavə etmək üçün istifadə olunur. Bir də bizim volume kimi istifadə edə bilirik. Volume kimi necə istifadə edərik? Hazır bir dənə fayl yazarıq. Onun içində konfigurasiyalar var. Gəlib həmin variable'larda birbaşa onun kimcəni göstərər. Gəlib bir dənə çox uzatmayın, göstərim sizə. Deməli buradan silsəm, sil. Yenə fayl yaradıb ls yazam məsəl. Bin yazam, bir nöqtə. Mesaj işlədə bilərəm. Mesaj deməyim olsun. Bir nöqtə texti də işlədə bilərəm. Gəlsəm burada yazsam. Misal port bərabərdir 8080. Ondan sonra IP bərabərdir 192 168 120.10. Bunları misal dəyişən kimi göstərdiyim. Ondan sonra copy create config map from file yazsam və file kimi nəyə göstərsəm, bu yaratdığım faylı bir nöqtə textini adını yazmamışam. Mesela config map'in adını eləyək. Conf 1 eləyək. Okey. Stilgate config map yazsam. Conf 1'in yer aldığını görəcəm. Və içində bir data olduğunu görəcəm ki, buradakı bütün fayllar bir data strukturuna göstərildi. Mən amma burada conf yaradanda 2 dənə from file liter yazdığımda 2 dənə dəyişən kimi götürmüşdü. Və gəlsəm stil edit config map conf 1 yazsam. Gəlsəm bizim içindəki bu dəyişkənləri görürük. Bunlar hamısı buna əlavə olunub dataya. Texti qoşan nöqtə port bu IP olaraq əlavə olunub. Gələk indi buradan çıxaq. Gəlsəm mən buradan hazır YAML form manifest faylını götürsəm buradan bunu copy eləsəm. Və gəlsəm buradan vim bir nöqtə YAML eləsəm girsəm bu sətirləri silsəm. Yapıştırsam bunu okey. Nginx pod yeri qalsın. Buradan Nginx istifadə olsun. Sadəcə mən buradan volume kimi deyirəm ki, config
volume olsun. Buradan etc config əvəzinə deyirəm ki, random gedib default page'inə bağlansın. User slash share slash nginx. Atıram ama normalde belə yox, konkret bir dəyişən üzərində göstərməlidir. Misal deyirəm ki, bu dəyişənə bağlansın və ya belə deyə bilərəm. Eksi slash nginx slash nginx conf. Okey, bu dəyişənə mount olsun. Nə mount olsun? Config deməli. Üstəki nə deyirlər? Onu da bir dənə belə yazsam. Sadəcə gedib config map'in adını yazsam. Conf1 yazsam. Conf1 yazsam. Son buradan fil create drive nöqtə. Bir nöqtəni belə yazmalı gerek. Create eləməyəm. Replace drive force drive bir nöqtə YAML yazsam. Okey. Stil jetfoot drivers yazsam. Hər an konteyner error dedi. O səhv yerə ola bilər ki, şey yoxdur, onu mount eləmə. Bilmir. Ona görə belə də ola bilər. Bildiyim bir nöqtə YAML yazsam. Burada əsas lazım olan fayldır. Bunu oxuyur. Burada uyğun bir şey olmadığına görə yaratmır. Mesela etc config eləmirəm. Misal eləyərəm ki eksi yanında fərqi yox deyib şey mount eləyərəm gedər. User share pəncərəni örtmüşdüm. Gəlin buradan user share mount eləsəm misal. Ondan sonra replace dire force bir nöqtə YAML yazsam. Stil get code was yazsam. Running olduğunu görəcəm. Gəlsəm konteyner içinə girsəm. Konteyner girmə ehtiyacı yoxdur. Stil get code yazsam. Stereo file yazsam. Kurul gedəcək getməyəcəm. İçin fiyatdan qayıtmışam bilmirəm. Bir dənə nginx koduna bir dənə kurul atsam. Nginx pool muydu o? P1 pool muydu? Səhv eləmirəmsə nginx pool olmalıydı. Görürsən, nginx poddur. Biz hara mount eləmişdik onu? Sound dedim ki, məndə user share nginx HTML mounted demişəm. Config volume kimi. Ben burada hiç index HTML yazmamışam. Bak gidip bura mount ettiği için yazıp ben burada file yazmalıydım. File'de yazsam misal index.html işte replace bir etsem okey gəlsəm bir dənə elə yaranmıyor. Run container error verir. Niye? Yine bakın buradan user share nginx html index html user share nginx html index html config kimi. Bak bu olmasın farklı bir tane şey yaratıp onu mount edebilirdim ben. Eksi altında test bir tane şey yaratsam. Bu bir dənə bu yaransın yoldaşlar. Ki running oldu. Və gəlsəm mən değil eksik interaktif terminal kodu nədir? Nginx kod dash 1005 yazsam görüm içində 1005 var okey. Gəlsin ls yazsam slash etkisi altında
Görüm nə var? Etkisi altında nə düşüş var? Ben neye mount eləmişdim? Ben maraqlıydı o. Etkisi altında testi yaratmışdım bunu. Sağ slash test şöyle test var mı? Okay, 1.txt file var. Gəlsəm bunu da katdan oxusam. Okay. 1.txt failini oxusam. Həmin dəyişənləri bunun üzərində yarandığı görəcəm ki, bu fayl ora mount olub. Eynən biz bunu belə də eləyə bilərdik. Misal gələrdik Nginx etsin Nginx conf faylını da buradan dəyişən kimi göstərib ora mount edə bilərdik. Volume kimi. Və Hproxy-nin JDK faylını gəlib burada mount edə bilərdik. Dəyişənlər üzərindən ifadə edərdik. Orada dəyişəndən sonra gəlib burada da həmin dəyişənlər tətbiq oluna bilərdi. Okey. Gəlin davam edək buradan. Bir də command var, arqument kimi onu göstərməyə ehtiyac yoxdur. Yəni konkret belə deyilə bilər ki, həmin command hissəsindən bu dəyişiklik olar. Yəni gəlib buradan artıq image hissəsindəki bu command hissəsində bizim təyin edilmiş burada salam Kubernetes yazısı yazdıra bilər. Mesaj yerini bir dənə var göstərir. Gəlib bura bunun kimi atar və ondan istifadə edər. Belə də istifadə oluna bilər. Gəldik buradan environment və environment from hissəsindən. Environment strukturunda yoldaşlar təklik variable'lar seçiliyor. Environment from olanda isə bütün oradakı variable'ların hamısını orada istifadə edə bilirik. Gəlib YAML struktur üzərindən baxsaq, burada bizim normal bir konfig faylımızın olduğunu görürük. Və buradan gəlib pod üzərindən konfigurasiya baxanda environment hissəsi olanda deyirsən ki, app name'i nədən istifadə edir? Volume from kimi config map key referans olsun. Hansı config var? App config və nəyin hansı key app name'in qabağında olanı gəl app name üzərinə value kimi əlavə elə. Belə deyə bilirik yoldaşlar. Tək-tək bir-birini ayrı yaza bilərik. Amma biz value from kimi yazsaq, value from kimi yazanda artıq environment from birbaşa yazırıq və environment from olanda gəlib bütün dəyişənlər konkret onun üzərindən əlavə olunur. Da hər birinin ayrı-ayrı yazmaq ehtiyac qalmır. Və bizim son bir dənə config map'də sürtümüz qaldı. Görüm də video çox uzun oldu mu? Video 27 dəqiqədə executable taskımız da var. Burada da belə deyək ki, aspect deyə bilirsiniz ki, buradan bütün dəyərləri götür. Bütün dəyərləri götür. Ancaq misal bu seçili dəyərlərdən əlavə elə deyə bilərsiniz aspectdə. Misal buradan baxsam, subpet dedikdə buradan konkret bir dəyişkən üzərindən full götür. Amma ancaq seçili dəyişənlər götür deyəndə subpet üzərindən götür. Yəni full bu şeyi götür. İçində 1000 dənə şey ola bilər də. Onun içindəki bu dəyişkənləri, bu faylın içindəki məsəl dəyişkənləri götür at onun içinə. Belə deyə bilərik. Okay, gəlsək buradan baxsam da görürəm ki, subpet var. Burada notepad orada etc appconf istifadə olunsun. Subpet kimi appconf istifadə edər və config map gəlib appconfigin içindəki bu dəyişənləri götürür. Biz subpet kimi istifadə edəcək config yalnız seçilən fayllar appconfig konteynerə mount edilir. Bütün config map deyil. Bu cəhdində çox istifadə olunan bir şey. Məsələn, biz executable taskda bir xeyli task işləyəcək. Ona görə çox da praktik göstərmək istəmirəm. Hər birindən eləyəcək. Ondan sonra keçək secretə. Yoldaşlar, Kubernetes secret credential məlumatların saxlanılması üçün istifadə olunan bir metoddur. Amma sizə nə yalan deyim, production mühitlərində yatdı. Demək olar ki, bu secretin çox istifadə olunmur. Əsasən qıraqda bir dənə vault qaldırılır. O vault üzərindən key və credentiallar onun üzərindən götürülür təhlükəsiz formada. Yəni çox da istifadə olunan bir metod deyil. İndi gəl izah edək, nümunələr çəkək, amma çox da istifadə olunan bir şey deyil. Yenə deyim. Onun üçün çox fokuslanmayacaq. Təbii ki, bizim tasklarımız da bu mövzuda olacaq. İmtahana düşsə necə etmək olar. Amma çox da şey getməyəcək ki, bizə lazım olan fokusa keçək. Biz buradan və bu təhlükəsiz baxımdan ona görə yaxşı deyil ki, 564 formada enkript olunduğunu, bunun dekript olması da artıq çox rahatdır. Sadəcə gəlib buradan 564 decode yazanda gəlib həmin məlumatın dərhal oxunmağı baş verir. O cəhətdən də çox istifadə olunan bir metod deyil. Gəl indi çox şey eləməyək. Görün burada mən hazır putlar üzərində burada yazmışam. Put konfigurasiyası üzərindən göstərmişəm yoxsa yox? Gəl siləyək onda. Deməli, biz cür secret tipi var yoldaşlar. Bir generik olaraq konkret
credential məlumatlar saxlaya bilərik. TLS olaraq sertifikat üçün məlumatları götürüb buradan encrypt decrypt ola bilər. Biz sertifikatlar yaradıb TLS-dən secret edib ki, Kubernetes tanısın. Bir də Docker registri secret üzərindən oldu ki, Nexus və ya hər hansı bir şey üzərindən credentiallar oxuyanda gəlib Docker registri secret üzərindən istifadə olunur. Niyə deyirəm? Bunlar belə yazıldı. Sadəcə burada TLS istifadə olunur. Digərlərindən demək olar ki, istifadə olunmur. Gəlir hər birindən bir danışım. Əsasından danışım, misal. Generikdən danışım necə istifadə olunur. Gəlsən buradan yoldaşlar, təmizləsən. Stil, grid, secret yazsam və typing desəm, deyirəm ki, generate. Okay. Ondan sonra adını yazaram. Misal adın olsun. Secret 1. Okay. Secret 1 yazıram. Ve secret 1 üzerinden ve secret yazıram. Test 1 secret yazıram. Okay. Ondan sonra buradan ben thread'e yine from 3 beraber değil. Misal yazıram ki tipi alttan qeyd yine 100 yazsam beraber değil. Misal olsun root 3 from 3 ni beraber bir db alttan qeyd password yazsam beraber de bu da yazsam misal Orhan 880 887 bir command mutfak nedir? Ay bunu ben kopyalayayım. Podun için diye mi? Bunu götüreyim. Exit yazsa buradan. Exit yazar. Çıktı. Zaten bunu yapıştıralım. Yeni yaratıcı bu sekretin yaradığını göreceğim. Sekrete bakmak sonra get sekret yazsam. Oxsam məlumat buradan görürəm. Gəl özünü bir dənə pod yaradı. Bu sekret məlumatlar bunun üzərindən oxumalı edək. Buradan vim 2 nöqtə yamı yazsam. Okay, gəlib buradan hazır elə secret manifest failini götürsəm buradan pod üzərindən mi deyib? Pod üzərindən yazmamışam. Sırf üzərindən yazmışam. Niyə? İstəmə gəlsəm buradan elə hazır buradan bunu götürsəm. Okay. Yapıştırsam buraya yoldaşlar. Sadece ben burada bir tane dəyişkən götürüyorsun. Misal buradan bunu götürüyorum. Deyirəm ki db altdan xətt username. Bunda da elə db username yazarım. İki adımdan çıxmasın. Username dəyişkəni artıq buradan nədən istifadə olsun? Secret'ten referans olsun. Hansı secret'in adı nə olacaq? Secret'in adı nə idi? Yəni secret'in adına baxsaq. Get sec növü. Bunun üçün demək yox. Deməli gəlsəm buradan get secret yazsam. Test bir anda secretim var. Okay. Gəlsəm buradan test 1 yazsam. Test 1 secretinin hansı dəyişəni deyəm ki db üzərinə merhaba olsun. Elə yine db altdan xətt user username güzel. Burada da hansı dəyişən deyəm ki db altdan xətt password gəlsəm burada yine secretin adını yazsam test 1 buradan secret yazsam okey gəlsəm buradan hansı dəyişik şeyi götürsün buradan db altdan xətt password okey hətta şey yazıq çıxdı stil replace 3 4 3
2 nöqtə yamul. Okay. Stil git kod yazsam. Nginx app koduydu adı. Kod bilmiyorum neydi adı valla. Film 2 nöqtə yamul yazsam. App podda okey. Nginx litisini ispat et. DB username deyirəm. Environment'ından. DB variable tapanlarından belirleyip user okey. Gəliriz burada da ərmək. Komandı buradan görəcəyim. Yox, komandı gəlməyəcək. Nəsə bunu elə belə yazsam da kifayətdir. Bunu təzədən bir dənə replace eləsəm. Git pod yazsam. Bir dənə baxsaq, gördə nəyi səhv yazmışıq burada. DB username, DB password. Çünki götürdüyüm test 1-dən secret key referans, name budur, okey. Yazsam buradan içine. Stil, edit, secret, test 1 yazsam. Buradan DB password olduğunu görürəm. DB user yazmışam. Öyle. Buradan username yazıram. Burada neydi? Altta dəyişməliydim. DB user yazdım yoldaşlar. Retrieve 2 nöqtə yamul replace edərdim. Okey. Gəlsəm buradan burada baxsam. Yine niye belə elədi bu? Engineer Clitis DB user, okey, DB user'in altta DB user olduğunu görürəm. Bunu dəyişkəni götür. Burada da DB password, DB password, okey. Niye böyle götürdü görürsən? DB ne problem var ki? Bir tane altdan xət yazmamışım aşağıda. Yine baxsaq bunun logona stil describe nə eləsəm. Stil describe pod app-pod yazsam. Ne deyir? Secret test secret'in test secret yazmışam ki orama. Ha işte burada test yazmışam. İndi gələm sizdən replace eləsəm. İşte bunlar yaxşıdır ki, həm şeydə göstərirəm ki, troubleshoot necə olunur. İndi gəlsəm, yəni get pod eləsəm. Sən Allah bir dəfə daha yaran. Okey, yarandı. Gəlsəm indi yoldaşlar istəyir, eksik eləsəm. Eksik eləsəm, gəlsəm buradan desəm ki, interaktiv terminal hansı pod app-pod okey invite yazsam invite yazsam və buradan grep üzərindən nəyə axtarsam deməli DB xət user görürəm ki DB user root olduğunu görürəm. Artıq onun içində DB userin root olduğunu görürəm. Okey. Gəlsəm mən amma buradan stil edit secret edit pod bunun nədir? App-pod yazsam.
Buradan bunların üzerinden götürdüğünü görürəm. Okey. Gəl dekrypt olub burada. Hatta artıq içində istifadə olunanda dərhal dekrypt olunur və məlumat oradan götürülür. Sadə bir şeydir əslində. Çox da istifadə olunan bir şey deyil. Ona görə çox fokusa durmayacağam. Elə bir dənə də nümunə kimi sekretdən bunu keçsəm, executable taskları keçək. Dərsimiz çox uzun olsun ki. Buradan config map'dən danışmışdıq. Sekret haqqında danışdıq. Necə encrypt dekrypt olunur. Mənə maraqlı gəldi bu. Sənə baxsam. Edit. Bir dənə integrated terminal. Bir dənə şeyin içine girsəm bunu. Slash bin 5. Okey. Mən buradan bunun desem ki kat elə nəyi db marka user kat et kat elə db user dəyişənin X director kimi görülür. Bir də gedəyim deməli. Buradan environment variable'ları tapaq. Sadəcə gəlsin buradan amma sil edit secret okey. Secret modu nə idi? Test 1. Bak bunu götürsəm mən burada. TV useri. Ya da password götürək. Bunu götürsəm, gəlsəm buradan. Deməli echo yapıştırsam bunu ve buradan desem ya komut yazmak istedim. Base 64 Base 64 altın base söz yanılsın yani söz base tiri d d Yazsam Orxan 887 sözünü çevrimini görürüm. Yəni çox kriptografik cəhətdən çox rahat bir çevrilmədir. Sadəcə Base 64-dən istifadə olunur. Rahat cəhətdə bizim credential'lar tapıla bilər. Ona görə də çox istifadə olunur. Sadəcə onu göstərmək istədim. Buranı təmizləyək bir dənə. Okey, gələk buradan görək nə qaldı. TLS secret'də bunun executable taskı var. Bunun üzərində işləyərək. TLS secret'də hazır sertifikatdan key fayl verilməlidir ki, həmin sertifikatdan istifadə edib həmin key faylindən istifadə edib bir dənə şey yaradılır. TLS sertifikatı. Ondan sonra generik şəkildə yaranmadı o. TLS şəkildə yaranmadı yoldaşlar. TLS bizə bir sertifikat faylı olmalıdır. Bir də generik fayl. Ondan sonra buradan pod configuration'dan pod üzerinde configuration olduğunu görürəm. Bundan hazır şey üzerine eləmək rahatdır. Config map'in yeni götürüb onun içində sadəcə misal burada config map key referansısa burada secret key referans yazıb çevirmək daha rahat. Hem imtahan üzərində vaxt qənaətdir. Mesela burada müxtəlif fayllar var. Environment from üzərindən necə istifadə edə bilərsiniz secret environment from yazarsınız. Secret referans deyin. Ondan sonra burada necə yazarsınız? Burada biraz fərqlidir. Burada volume üzərindən name secret name yazılmalıdır ki konkret şey götürülsün. Biz çox uzatmayayım, executable taskımızı keçək. Çünki artıq bir xeyli vaxt keçdik. 3 dəqiqə vaxt keçib executable taskımız var elə. Gələk buranı bir dənə təmizləyək. Ls yazsam şey yoxdur. Birim tiri elif ulduz yazsam ls bir tekstli bir ls aşkalı bunlardan hiç problem yoxdur. Gələk buradan GitLab'ımıza buradan buranı temizleyeyim. Git. Kullan. Yapıştıra. Ay.
Home. Yapıştıralım bunu. Okey. cd devops chi home slash mod Windows X test.sh nokta slash test.sh İngiliz dili. Buranı biraz yukarı seçək. Güzel. Bir create pod name yarat ve bu web run web app olsun. Image'i image beraberdir. Cbox. Okay. Sen set elə command deyir. Və command silip ilə 3600-dən konteyner yarat deyir ki, override olsun. Yaratdı. Stil jetbot default running olduğunu görürəm. O qədər sadəcə ondan sonra konteyner olacaq. Okay, gələk ikinci suala. Bu imtahan qurtarır. Bu executable task qurtarana qədər 3-də Ctrl C eləməyim. Sən qəşəngdir. Çünki gəlirim 7-8-ci suala, orada dayanıram, təzədən gələndə orada çıxarlar senidir. Create config map deyir. Create config map adı olsun app-config. Okay. Dəyişənlər olaraq from literal bərabərdir. Bizdən bu dəyişən istəyir. Yapışdıraq. Ondan sonra literal bərabərdir. Bir dənə bunu götürək, yapışdıraq. Ondan sonra from bərabərdir və app name'ini də b variable'ın üzərindən göstərək. Arada stil get config map bunu yarandığını görürəm. Burada nə qədər nə desən config map var. Stil delete config map all force. Okay, bunu komandın təzədən işlədə yaratsam. Stil get config map edit config map app-config baxa içinə nədir? Kups deyil edit dəyişənləri görürəm orada production app və 80-80 istiliyə keçək növbəti suala. Deyir user b və db-conf nginx conf faylının içində deməli fayllar var. Location'da tmp və set exam files app-config create ilə config file name'i app-config üzərinə adı olsun app-config və yarat. Ondan sonra gəlirəm buradan create config map adı nə olacaq app-config. Ondan sonra buradan from file yazıram ki, hansı fayl götürəcəm yolun. Birbaşa yolun yazıram. tmp hazır buranı copying eləyək ki, səhvimiz olmasın. Config yazıram. Yarandı. Stil get config map. Gördüm bunu. Stil edit config map app-config və bunun içindəki db-conf, app-conf, nginx-conf fayllarını görürəm. Arxain oluram. İstəyirəm, pisirəm növbəti sola. Deyir file start sh indi bizdən nə istəyir? Burada start sh var. Already prepared create config map name olaraq bunları sən volume kimi istifadə et. Include variation'dır. Sən istifadə et və
Create pod name'i script runner'dan istifadə et. Mount olaraq konfigürə bağla. Konteynerdə configuration konteynerə command argument hissəsinə əlavə et və successful olduğunu yoxla. Deməli gələk buradan ilk olaraq hazır bir dənə manifest fayılına keçək buradan. Kubernetes-ə gələk. Kubernetes-ə. Buradan gəlsəm config map yazıram. Birinci yox, ikinciyə gələrəm. Pod configuration'a. Bunu biraz sürətli eləsəm, altdan gəlsəm. Bizdən burada argument hissəsinə əlavə olunmasını istəyir. Deməli bir dənə buradan baxsaq, biz biraz aşağı gəlsəm, işte altda bir dənə fayl var, onun üzərinə keçsəm məncə kifayətdir. Argument üzərindən görək. Config map yazaq elə. Control argument. Belə bir şey yoxdur. Deyir. Yəni sola baxsam, deyir ki script test start sh faylı var. Ora. Yəni config map içinə baxsam, deyir ki config map. Ha, deyir config map yaratmamış biz deyil. Direkt config map adın olacaq. App direkt config olacaq. Direkt from file bərabərdir. Bunu götür deyirəm. Okay. Ondan sonra bizə nə deyir? Vim. Sən sualı 4 nöqtə YAML yazıram. Gəlib buradan sadəcə arqument kimi əlavə etməliyəm. Buradan heç mənə deyən bir şey çıxmadı. Bir dənə çıxsam geri, gəlsəm. Arqument kimi config volume it's config. Şimdi bunu götürsəm və sən yapıştırsam bunu buradan. Buradan məndən nə yaxını bilirəm ki, burada məndən komand yəni bunu işləməsi istəyirsə, başqa small image olmalıdır. Okay, bu arxa ilə düzəltdim. Bunu götürürəm, atıram bura.
Komut hissəsində skript işlədilmək üçün bizə nə lazımdır? Deyirəm ki, min SH, okey, virgül, C, bu da hazır. Bundan sonra buradan əlamətdə arqument hissəsində arqument ki arqument hissəsində arqument name arqumentin name yazırdımı yoksa yenə baxsam buradan arqument axtarsam yenə arqument argument config map benzeri saniye devam ediyor yoldaşlar. Benzer alsın. Okey, gelelim buradan. Belə deyə bilərik, belə də. Deyəm ki, nə istət? Start nokta sh. Okey. Buradan volume kimliyə getir? Slash scripts götürürlər işlət volume olarak config volume istifadə et. Volume'dan config map'i götür. Hansı config map'i? Config map'in adına olsun. Deməli config map'in adına olsun. O da nədir config map'in? App config güzel. Bunları alttakiləri silək. Okay. Diğer config map'ine baxın. Vim edit config map mp3 config copy edit. Bunu içine şey kimi əlavə eləmişəm ama birbaşa faildir. Əslində copy delete config map app3 config yazsam. Okey, gelsem üstten yarattım. Sitesinden buradan start nokta sh yazsın. Stil create 4 nokta yaml yarandı. Stil jetpot. Ben alın değişmemiştim. Bir hiç yaramadı. Hiç yaramadı şu an. Vim 4 nokta yaml podun adı olacaktı ne? Script runner olmaydı adı. Script runner. Okey, script runner olmalı. Belki bilemedim buradan. Script script India service bir
Ne deyir? Hmm. Evet, bunu iyi atak. Video çok uzun olacak. Bir yakın 1 saat daha. Biraz süret kesmeli ki. Savaşın yatırışı buradan. Doktorandırı olmuş oldu. Belki doktorandırı olmuş oldu. Gözü göreyim. Değil. Direkt. Direkt. Direkt yazar bak. Değil. Direkt. Aslında hele bir şey yoktu. Represyona göre ilgilenme. Ne düşünüyorsun oyunda? Değil. Direkt. Direkt. 4 nokta yamuk. Metadata objektinde bir problem var. Metadata data API version will be count spec. Ne problem var deyir. Metadata only objects type object meta. Burada ne problem var ya? Manifeste baksa burada yerin mesaj bak. Gösterip 4'e çizdi sen sana. Yok. Demek buradan şeyi seçelim sonra. Okey. Running oldu. Correct. 4'ünü sol. Bak 5'ini sol ise. Create config map. Deyir. Bu datalar bunlardır. Create readname pip app inci statist mg config map'dan volume gibi istifadə olunsun. Environment variable'lar environment from formasında istifadə olunsun. Gitmiş. Deməli stil create config map adını olacaq. App create config directory from directory beraber değil. Deməli tree from tree station. Okey. Yarattı bunu. Bundan sonra Vim bir nükle nokta 5 nokta yağmur geldi buradan. Aha, nasıl gerek? Buradan buraya gelecek. Bize hazır burada verip bunu bir tane götüreyim. Geri buradan yapıştıralım. Geri şimdi buradan kodun adını yazar. Kodun adı ne olacak? Kodun adı
olacaq ki web-app, image olacaq nginx, latest və hansıdan istifadə edəcək? Okey, hansından istifadə edəcək? App config-dən stil create 5.yaman stil get code drivers running deyək, istədik çənədə sola. Create config-dən niyə app config olsun? Key value'ları benim bu. Okay. Create name inventory app'ini yarat. Kodunu config var variable. Config'de environment from istifadə ilə create successful eyni oldu. Bundan çox şey eləməyəcəm. Selection və sola. Burada düzdür budur görüm subpet'i götürüb şey səhv eləyib AI götürüb şey kimi volume kimi istifadə olunub buradan. Config map ait deyil, ona görə bu sola keçəcəm. Okay, gəldi secret'ə. Secret'ə deyir, kups deyir, create, secret, generic istifadə et. Adın olsun db secret. Dəyişənlər from nerə belə deyir? Dəyişənlər olsun db user. Okay. From beraber deyir. db password. From beraber deyir. Okay. Yaradaq. Cheat secret gibi secret'te okey. Geçti ikisini bir sonra. Create yedi secret. Şeyde secret bize create secret TLS adı TLS secret olacak. TLS certification bu olacak ve location'ları budur. Okey. Deməli TLS adın olacaq. TLS biri secret olacaq yoldaşlar. Burada bize sertifikat faylı olmalıdır. Sertifikat failin yolu olmalı. Sertifikat failin yolu deməli TMP sertifikat bir de direkt şey olmalı. Şey de değil, ikisinin de yolu budur. Nokta şey olacak. Retail certification yolu budur, ikisinde değil. Examtilis bizde gitmem. Elis slash tmp k8 Zenfires TLS onu da daxilində deyir. Sadəcə mən buradan bir yerində slash atıp TLS yazmalıydım. Ve buradan da bir tane de slash atıp TLS işte de seni ve sola 11. sual create generic olarak secret name yarat. Onun poduna konfigürası edeceğiz. Create secret generic ki adın olacaq. db secret olacaq. Deməli from reli beraberdir. db user admin. Okay. From reli beraberdir. db password
İki tane değişen var deyir. Okey. Direkt yaratdı. Bir tane pod yarat. Database MySQL istifadə eləsin. DB user ve DB password istifadə eləsin. Container running olsun. Successful olduğunu yoxla. Gəlsən mən buradan mən hazır value hissəsi ilə buradan götürsəm, burada sadəcə mənə lazım olan hissələri götürsəm mənə bəsdir burada. Biraz dəyişiklik edəcəm. Vim 11.yaml yazsam, yapıştırsam bunu okey. Container'ın adını bir dənə medatasam, bir dənə buradan yazaq. Adın olacaq data okey. MySQL 1.8 istifadə edəcəm. MySQL 1.8.0 okey. Bunu silək. Environment hissəsindən sadəcə mən deyir hansı dəyişənlərdən istifadə et. TP altdan xətt 100 olsun. Buradan secret okey. Name'in olacaq secret'in. db secret olacaq. Şeydən olacaq. Şeydə olacaq. db xətt user okey. Burada da db xətt passport name olacaq. db secret. Burada da db password. Password. Bir alt tanesi kaldı mı? Secret 11 noktayı. Getpod revolt. Database'in config error yazır. Problem yarandı deyir. Bin. Ha, bildim. Secret. Indeed. Mancursir. Replace. Force. 11.yaml. Still getpod revolt. Okay. Running olsun. Yaxşı tez bastım deyirsən, error verdi. Yəqin ki bunu saxladı, ona görə error verdi. 11-ci sual. Məncə bir dənə də işləyib bitirək, çünki mövzu çox uzun oldu. Deyir create elə, generik olaraq app secret. Gəl bir-bir eləyək. Stil, create, secret et. Bu dəyişənlərdən istifadə et. Pod name olsun backend, injected istifadə olsun. Secret volume kimi istifadə et. Environment from final olaraq bunu buraya seçin. Deməli, stil, create, secret, generic. Generic olarak istifadə et. Adı olsun app-dir secret. Ondan sonra dəyişənlər from literal beraberlerin olsun. Hadi bir password. T3 buradan T beraberdir.
dibini retrieve from API chain diye yazalım. Okey. Gerçi creating oldu. Ondan sonra biz theme 13 nöqtə YAML edək. Göreyim. Çok uzun oldu. Saat 15 dakikada içinde. Deməli gələk buradan bizdən full volume üzərindən istəyir ki, volume kimi istifadə edək. Invite from kimi. Gəlsən belə bunu götürsəm, səhv eləmirəmsə. Sən buraya yapıştırsam. Mən deyirəm ki, buradan kod olarak adın olsun backend. Insert. Backend olsun adı. Image olarak Nginx istifadə etsin. Nginx istifadə etsin. Latest. Okay. Command sesini silsəm. Main from'dan. Ne iyi buradan. Secret'i value kimi istifadə et. Buradan baxsam elə value kimi istifadə ediləndə secret hazır var ya burada. Sadəcə value mount kimi deyir. Bizdən invite from istəyir axı bu. Bir dənə baxsam bura. Secret yazsam. Secret. Aslında bu secret'e niye heç nə yoxdur? Çünki istifadə olunmur. Ona görə burada heç bir şey burada yazmayıblar. Muzumin diye bu secret. Bura baxız yoldaşlar. Secret'in üzerinde normal bir şey var burada. Onda bura full secret'ti. Gələk buradan pod hissəsi görək burada var mı? Burada deyəsən nəsə maraqlı bir şeyler var. Heç nə yoxdur burada da manifest olarak. Heç nə yoxdur yoldaşlar. Elə mən config map'dan nəsə tapsam tapacam. Boş məndən şey istəyir bu. Bir dəqiqə dayan. Sola baxsam nə deyib? Normal şey istəyir mənə. Value istəmiş, volume istəməmiş bir şey. Elə bunu bir dənə tək yazsam buradan kifayətdir. Yağmur. Okay. Get bu rewards. Config error ne yazdı bu? Abi bir secret değil ki bu. İşte get secret. Container config error değilse 7 sef yazmışım ben orada.
2.yaman secret invite from buna bakırsa 3 if bunu da bitirək. Stil, gate, bot, reward. Geç kaydet. Oldu yoldaşlar. Bugün sekretin konfirm etməsini açdıq. Növbət dəstə görüşənə qədər Allah'a emanet. 1 saat 20 dəqiqə oldu.